Salam, xoş gördük. Mehriban Görüş verilişin hörmətli tamaşaçıları. Bugün studiyamızın qonağı həm parlament kürsüsündə, həm də sosial şəbəkələrdə ən aktiv, ən çox müzakirə olunan simalardan biridir. Milli Cəbhə Partiyasının sədri, Milli Məclisinin deputatı cənab Razi Nurullayev studiyamızdadır. Razi müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Sizinlə danışılacaq ölkə gündəmi həm də təmsil etdiyiniz İmişli rayon ilə bağlı olacaqdır. Kifayət qədər suallarımız var. Olsun. Razi müəllim, parlamentdə ən çox siz danışırsınız. Ən çox siz tənqid edirsiniz. Amma nə azal ucuzlaşır, nə də sənədsiz evlər düzəlir. Sizin bu aktivliyiniz sadəcə səs-küydür, yoxsa real gücünüz çatmır? Məsələ burasındadır ki, siz jurnalist olaraq və prosesləri bilən bir şəxs kimi bu sualı verirsiniz və mən əminəm ki, siz içinizdə onun cavabını amma bilirsiniz. Biz bunu tamaşaçılar üçün açıqlayırıq. Bəli. Deputatın hər hansı bir məsələni əmrlə həyata keçirmək səlahiyyəti yoxdur. Deputat məktubu alır, ərizəni alır, aidiyyatı üzrə qaldırır, göndərir və bununla da işi sanki bitmişdir. Yəni, reallıq budur. Amma mən müraciət... Vəkillik eləyir? Yox, təbii ki, deputatın həll edə bildiyi məsələlər də var və mənim yüzlərlə həll etdiyi məsələlər var. Onları sadalaya da bilərəm, indi zaman olduqca mən deyərəm onlara. Amma ümumilikdə isə biz problemi görürük, şikayətləri alıram və mən məsələni qaldırıram. Və bu aidiyyatı orqan buna cavab verməlidir. Məsələ burasındadır ki, dövlətlə, ümumiyyətlə deyək ki, hökumətlə deputatlar arasında institusional yanaşma doğru qurulmuyub. O sistem doğru qurulmuyub. Əgər mən bir deputat olaraq parlamentdə bir məsələni qaldırıramsa, bu məsələ ilə bağlı həll olunmursa da, aidiyyatı qurum bununla bağlı cavab verməlidir ki, niyə həll etmirəm? Ən azından parlamentə hörmət qoymalıdır, deputatın statusuna hörmət qoymalıdır, özünə hörmət qoymalıdır, işlədiyi quruma, dövlət qurumuna hörmət qoymalıdır və deməlidir ki, deputat səhv deyir, yalan deyir, doğru deyir və bununla bağlı biz nə edəcəyik? Amma heç bunu belə reaksiya da vermir. Belə görülür ki, o da deputat nə edə bilər? Mən gidib onunla dava etməyəcəm ki, gidib onu döyməyəcəm ki. Amma nə olur? İkinci dəfə onu daha sərt tənqid eləyirəm. Aidiyyatı üzrə yenidən hansı bir yerlərəsə şikayət eləyirəm. Amma mən özüm göndərdiyim məktublarla bağlı, məsələlərlə bağlı onun sonuna nəticəyə çatmaq üçün çalışıram. Və bu gün də məsələn, hətta bu günləri mən müsahibəmdə də, böyük bir müsahibəm yayımlanıb bir qəzetlərin birində, mən orada da qeyd etmişəm ki, ümumiyyətlə artıq mən özüm də bezmişəm və bezdiyimə görə, çünki insanlardan, yox, o mənada yox yəni, mən öz işimlə bezməmişəm. Yəni, o reaksiyaların olmamasından, problemlərin həll olunmamasından bezmişəm və görürəm ki, artıq demək, başqa bir yol tutmalıyıq. Bu yol nədir? Artıq bundan sonra rəsmi müraciət və tələb, deputat sorğusu və tələb qoymaq ki, bununla bağlı konkret mənə cavab verin. Yenə başqa cavab verəcəksə, həll etməyəcəksə, artıq başqa yöndə faktlarla qarşısına qoymaq ki, xeyr, sizin dediyiniz düzgün deyil, xahiş edirəm bu suallara da cavab verin və məsələnin həlli yönümündə addım atıb xəbər verin. Və bugün mən sizə deyim ki, Azərbaycanın regionlarından kifayət qədər şikayətlər gəlir. Və bu şikayətlər, yəni ki, Azərbaycanda 10 minlərlə şikayət məktubunun dövriyyəsi var. Məktub dövr edir, gəlir mənə, mən göndərirəm A-ya, A göndərir B-yə, B göndərir C-yə, C göndərir D-yə, D göndərir E, F, bütün Azərbaycanın əlifbasının hərfləri dövr eləyir, yenidən gəlir, yenə də həmin şey yoxdur, heç nə də həll olunmuyub. 50-60 dənə məktub yaranıb, bir məktub 50-60 məktub yaradıb. Heyf deyir ki, bu qədər buna məktub gedir, kağız gedir, əsəb gedir, dövlətin printerindən çaplar olunur, məktublar olunur. Bunun hamısı büdcə xərcləridir. Və bu nə deməkdir? Hər kəs nə edir? Başından edir. Və mən bunu görürəm. Ona görə də neçə dəfə mən parlamentin tribunasından da demişəm ki, birincisi növbədə
gələn şikayətlərlə bağlı məktub dövrəsi bitməlidir. Bax, deyirsiniz, mənə şikayət olunur, mən parlamentdən çıxış edirəm, deyirəm. İndi bir misal da çıxacağım. Deyirəm, məsələ budur, bu həll olunmalıdır, burada bastırılmış mina var və s. Vətəndaşın şikayəti var. Göndəririk, yəni məktub dövrəsi yaranır, il keçdi, ay keçdi, məsələ məktub olmur və oradan seçici deyir və haqlı deyir. Deyir, Razi müəllim, siz də elə dediniz, həll olunmadı. Çünki onun üçün vacib olan Razi Nurullayevin danışığı, çıxışı yox, probleminin həll olunmasıdır. Razi Nurullayevdə çıxış edəndə onun qəlbinə biraz su səpilir, rahatlanır ki, olmasa mənim dərdimi kimsə dediyi, mənəvi cəhətdən. Amma onunla bərabər, onun kimi problemlər olan yüzlərlə insan da var, düşünür ki, elə deyildi ki, mənim də problemim həll olunmadı. Ona görə də problem həll olunmalıdır. Demək, hər bir kəs üzərinə düşən vəzifəni yerinə yetirən zaman nəticə yönümlü bir nəsə ortaya qoymalıdır ki, mən məsələni həll elədim. Buna görə də təklif vermişəm neçə dəfə ki, bunu parlamentdə 2 dəfə səsləndirmişəm. Mən düşünürəm ki, bir dövlət portalı yaradılmalıdır. Şikayətlərlə bağlı dövlət portalı. Məktubların hamısı ora yüklənməlidir. Yenə də həmin variant olacaq. Yox, məktub yüklənməlidir ora. Məktub yüklənir, ünvanı, nömrələnmə ilə və göndərilir ki, bu məktub göndərildi A orqanına. Onun cavabı nə oldusa göndərildi B orqanına. O artıq onlayn rejimdə biz bunu izləməliyik. Və cənab prezident də, baş nazir də olsun kimsə, parlamentin spikeri də, bir deputat da. Məsələn, düşdü ki, məktubdur, bir yoxlayım görüm vəbşi nədir. Baxır ki, yazıldı, məktubun birinə girdi, yazıldı məktuba olan cavablar hamısı. Bir-bir vurur ki, hamısı bir-birinin üstünə atır. Məsələ həll olunmayıb və 50-60 dənə cavab var orada. Və bu sual yaratmalıdır ki, bu niyə həll olunmuş və niyə həll olunmuş və eyni zamanda burada nə ortaya çıxacaq? Dövlət orqanları gəlir parlamentə hesabat verirlər. Bizə 20.000 şikayətçi məktubu daxil olub, biz 20.000-in 18.000-ni cavablandırmışıq. 1500 nəfəri bizə aidiyyəti olmadığına görə aidiyyəti üzrə başqa dövlət orqanına yönləndirmişik. Bizimlə qismən bağlı olduğu üçün də onun müəyyən cavabı verib başqa dövlət orqanına da 680 nəfərini yönləndirmişik və s. belə-belə. Mən də durub deyirəm ki, yox, mənə onu danışmayın, 20.000 məktub alıbsan, 50.000 məktub alıbsan, gözlərim aydın. Alıbsan. Mənə nə dəxli var bunun? Bax, burada oturub qulaq asan deputatlara bunun nə aidiyyatı var? Alıbsan, əcəb eləyibsən. Sən mənə danış görüm, neçəsini həll etmisən? Neçəsini həll etmisən? Cavab yoxdur ona. Çünki mən sizə deyim ki, 1% həll olunmayıb onun. Və ona görə də şikayət məktubu dövrəsi yaranır və bu şəkildə və sonra da mən tənqid edəndə deyirlər ki, niyə tənqid edirsən, müxalifətçilik edirsən? Birincisi, mənim vəzifəm müxalifətçilik etməkdir. Mən müxalifətəm çünki. Mən gedib başa düşmürəm, kimisə tərəfləməli deyiləm, kimisə qarşısında öhdəliyim də yoxdur. Mən niyə gedib kimisə tərəfləməliyəm boş yerindən? Kiminsə ünvanına, şan şöhrətinə, cəhcəlalını öymeliyəm, niyə? Belə bir öhdəliyim, borcum da yoxdur. Mənim borcum dövlətim, millətim qarşısında deputat kimi, Milli Cəbhə Partiyasının sədr kimi üzərimə düşən öhdəliyi, vəzifəni yerinə yetirməkdir. Milli birliyin yanında olmaqdır və çətin məqamlarda milli birlik nümayiş etdirməkdir. 44 günlük müharibə oldu Qarabağ müharibəsində. Hər zaman 44 gündə, ondan sonraki müddətdə də milli birlik naminə mən daima prezidentin yanında dayandım. Bugün də dayanıram, dayanaram da. Milli birlik, dövlətimizin, xalqımızın, dövlətimizin mənafiyi üçün olan şeylərdə dayanacam. Amma mənim vəzifəm, şikayət mənə gəlirsə, deputat kimi öz vəzifəmi yerinə yetirməkdir. Əgər bugün o mənim vəzifəmi yerinə yetirməyə, mənə hər hansı bir dövlət orqanı özünün hansısa marağına görə, özünün bilmirəm, bəzən deyək ki, özündən razılığına görə, şəxsi mülahizələrinə görə kömək etmirsə, düzgün yanaşmırsa, narazılıq artırırsa, mən onu tənqid etməliyəm, onun vəzifədən alınması üçün də məsələdə qaldırmalıyam, səsimi daha da gür çıxartmalıyam ki, qoy hər kəs eşitsin. Bugün dövlətə, millətə qulluq problemləri azaltmaqdır. Eşidirlərmi? Mən sizə deyim ki, yəni ki, biz deyə bilmərək ki, bütün dövlət orqanları səs dinləmir. Bugün əlbəttə ki, yox, xeyli dövlət orqanları var ki, yəni ki, onlar yanaşırlar, həll etmək istəyirlər, amma mən görürəm ki, bu onun da gücü daxilində deyil. Və eyni zamanda dövlət orqanları arasında düzgün koordinasiya yoxdur.
bir-birinin kitabını oxumaq istəmirlər. Niyə? Nədir səbəb? Bunun səbəbi demək ki, idarəçilikdədir, bilirsinizmi? Bax, Azərbaycanda çox köklü, ciddi siyasi islahatlar getməlidir. Köklü islahatlar getməlidir. İdarəçilik forması bütövlükdə mən düşünürəm ki, 70-80% dəyişməlidir. Vəzifəyə qoyma, vəzifədən alma prosedurları dəyişməlidir və hər bir vəzifəyə qoyulan şəxsə əldə etdiyi nəticəyə görə qiymət verilib yuxarı qaldırılmalıdır və Azərbaycanda qohumçuluğa son qoyulmalıdır. Hər bir vəzifəyə gələn şəxs qohum əqrabasını, dostunu, tanışını yığır ətrafına. Axtarın, baxın. Beləyin, hamısının qohumu əqrabası yanındadır. Və hamısı da düşünür ki, deyək o mənim qohumum savadlıdır, bacarıqlıdır. Mən sizə əmin edirəm ki, etibar edirsə, etibarlılıq nədən yaranır? Dövlətə etibar etmək lazımdır, işinə etibar etmək lazımdır. Etibarlılıq ondan yaranır ki, demək ki, orada qara işlər çevrilir. O etibarı, onun üçün də qara işləri çevirmək üçün etibar yaradır. Amma mən sizə deyim. Ev bizim, sir bizim. Ev bizim, sir bizim. Bəli, ancaq buna çıxır. Amma mən sizə deyim də, bugün bir çox insanlar, mən görmüşəm vəzifəli şəxslər, ayrı-ayrı söhbətlərdə də görmüşəm. Bir deyir ki, məsələn, mənim gətirmişəm qohumum da olsa, dostum da olsa, bacarıqlıdır, yaxşı təhsili var, təcrübəsi var. Amma mən də bugün elə sizin efir məsələsilə üzümü tutub bütün onların hamısına deyirəm. Buyurun. Yəni bugün vəzifəsinin ətrafına yığan məmur yoxdur. Mən onu inanmıram. Var. Deyək ki, 80% yığıb, 20% var. 30% bəlkə də var. Mən bunu hesablamamışam. Eləməyənlər də var. Amma əksəriyyət qohum əqrabasının ətrafına yığıb, onlara üzümü tutub deyirəm. Sizin əgər öz qohum əqrabanız, dost tanışınız düşünürsünüzsə ki, daha təhsillidir, daha ağıllıdır, daha bacarıqlıdır. Mən sizə deyirəm ki, 100 minlərlə onlardan 10 dəfə də ağıllı, bacarıqlı insanlar əlində sivisi qapı-qapı döyür və işsizdir. Düzdür, bəli, düzdür. Tamamilə doğrusunuz. Razi müəllimi, İmişli kənd təsərrüfatı rayonudur, amma su problemi, qışda isə örüş sahələri ilə bağlı şikayətlər bitmir ki, bitmir. Susuzluqdan məhsulun məhv olan kəndlinin halını necə hiss edirsiniz? Bu məsələni nazirlik səviyyəsində həll etmək niyə bu qədər çətin olubdur? Kəndli susuzluqdan, gənc dəsə işsizlikdən nə vaxta qədər əziyyət çəkəcəklər? Azərbaycanın bütün rayonları kimi elə İmişlinin də problemləri çoxdur. Bəlkə deyərdim ki, İmişlidə digər səbəblərdən də çoxlu problemlər var. İmişlidə demək olar ki, iş yerləri yoxdur. İş yerlərinin yaradılması üçün də doğru, düzgün şərait yoxdur. Niyə yoxdur? Bu, bilirsinizmi? Nədən qaynaqlanır? Bilirsinizmi? İş adamlarına, kənd təsərrüfatı ilə məşğul olanlara ümumilikdə doğru, düzgün şərait yaradılmalıdır. Bugün yalnız bütöv Azərbaycan üzrə mən sizə deyim, artıq ikinci müstəqillik dövrümüzə qədər olan müddətdə də, ondan sonraki müddətdə də dövlət adamlarının, vəzifəli şəxslərinin özünün göz yumması nəticəsində bütün demək olar ki, sənədləşmələr, evlər, biznes, torpaq, hamısı qanunsuz bir hala düşüb, sənədsiz bir hala düşüb. Və bugün dövlət orqanları İsveçdə, Finlandiyada, Yaponiyada olan şəffaflığı tələb edirlər. Onlara sual vermək lazımdır ki, sən özün o qədər şəffafsanmı? Elə bəs sənin və sənin kimlərinin ucbatından ölkə bu qədər sənədsiz və qanunsuz bir vəziyyətə düşüb. Və onlara kömək etmək lazımdır. Və bilirsiniz ki, 2023-cü ildə hətta cənab prezidentin bir sərəncamı oldu ki, kənd təsərrüfatı yerlərində, örüş yerlərində, nə bilim, bələdiyyə torpaqlarında, dövlət torpaqlarında, yol kənarlarında tikilən biznes obyektlər sənədləşdirilsin, iaş obyektləri sənədləşdirilsin. Dövlət bunun üçün şərait yaratdı. 55 min müraciət olub. Bu il dekabrın 31-də vaxtı çıxdı sərəncamın. Cəmi 4000-4500 ətrafında sənədləşmə olub. Mən bunu parlamentdə dedim və dekabr ayında
demək, aidiyyatı dövlət qurumunun, İqtisadiyyat Nazirliyinin tabiçiliyində olan əmlak üzrə o idarələrin, regional idarələrin qarşısında 90-cı illərdə xarici pasport almaq üçün vətəndaşların Rəşid Beyputov küçəsində pasport verilən yerdə dayandığı növbədən də 10 dəfə dəhşətli, fəlakətli növbələr var idi ki, ayın 31-nə kimi verək. Ya düzgün maarifləndirilmə aparılmamışdı, vətəndaşlar süründürülmüşdü, vaxtında sənədləri verilməmişdi. Nə idi başında duran? Mən sizə deyim, demək, birincisi Azərbaycanda bir biznesi qurmaq üçün, iş görmək üçün o qədər mürəkkəb proseslər gedir ki, o qədər qapı döyməlisən ki, dəhşətdən dəhşətdir. Hər yerdə bir pəncərə sistemi yaradılıb, o bir pəncərə sistemi deyil, bir cəhənnəm sistemidir. Yenə də o bir pəncərə sistemi sənə kömək edə bilmirsən, yenidən də yenə qapılar döyməlisən. Ona görə də düşünürdü ki, məsələn, bir sahibkar, bir vətəndaş, mən 4.000, 5.000 verib sənədimi elə gedib məhkəmə yolu ilə də həll edə bilərdim. Xərclər çəkərdim, ora gedərdim, xahişə gedərdim və s. Sənədlərimi düzəldərdim, vəkil tutardım və s. Və sonra prezidentin sərəncamından sonra xərclər 10 dəfə artdı. Bu nə deməkdir? Bir demək nə baş verir? Demək, insan düşünürdü ki, mən məhkəməyə gedərəm, bir yerimi, məsələn, məhkəmə yolu ilə 200.000 manat xərc çəkərəm və mən sənədimi alaram, sərəncamdan əvvəl. O 200.000 vermək istəmirdi ki, onsuz da işləyirəm də, sənədimi düzəltməsəm də sağ olsun dövlət, onsuz da göz yumur, bitər, işimi aparıram da. Sadəcə olaraq problemim bundadır ki, mən əmlakim legal olmadığına görə, hüquqi cəhətdən təsbit olunmadığına görə, girov qoyub bankdan pul götürə bilmirəm, sata bilmirəm, şərik dəvət eləyə bilmirəm və s. Yəni, əmlakımı ancaq elə biznes kimi buradan işlədə bilirəm, amma mən bundan fayda götürə bilmirəm, sata bilmirəm, girov götürə bilmirəm, kredit götürə bilmirəm. Və bu mənim adımda da bir biznes, yəni ki, mənim bir də varidatım kimi də hesab olunmur. Su problemindən. Yox, mən indi gələcəm. Yaxşı, onu elə mən qaydarım onu, bu sualınızı, bunu yekunlaşdırım. Sadəcə olaraq, bəli, mən gətirib elə bunu da ona bağlayaram. Və vətəndaş nə baş verdi? 200.000 vermək istəmirdi. İndi artıq qanuni yolla getdi. 50.000 bir yerdə dövlət rüsum ödədi, bir yerdə xahiş edir 20-30.000 və gördü ki, 200.000'im gedib. Bundan sonra da hələ mən yarı dövlət orqanını keçib qutarmamışam. 200.000'im bitdi, bundan sonra da mənə 300-400.000 lazımdır. Yarımçıq saxladı, getmədi. Bu şəkildə əlbəttə ki, dediyiniz məsələlərin hamısının kökündə bu dayanır da. Su. Su məsələsində imişdə də su qıtlığı var. Hal-hazırda bilirsiniz ki, prezidentin sərəncamı olub, indi müəyyən o kanalların üzlənməsi gedir. Azərbaycanda su itkisi 60%-dən çoxdur. Biz dünyanın su qıtlığına görə, su resurslarına görə dünyanın ən axırıncı yerlərindən birini tuturuq. Azərbaycan su ehtiyatlarına görə zəngin ölkə deyil. 60% itib və buna görə zamanında da heç bir addım atılmayıb, su itkisinin qarşısı alınmayıb. İndi yağış da yağmır və s. Yəni, indi buna görə biz dövləti günahlandıraq, aidiyyatı qurumlara günahlandıraq ki, niyə siz su vermirsiniz? Bu biraz bu haqsızlıq olar. Amma sadəcə olaraq, təbii ki, su itkisinin qarşısının alınması üçün addımlar atılmalıdır. İndi aidiyyatı dövlət qurumu deyir ki, müəyyən addımlar atılır, yəni müəyyən böyük məbləğdə dövlət büdcəsindən pullar ayrılıb ki, həmin kanallar üzlənsin. Yəni, beton üzlənmə kanallar olsun ki, su itkisinin qarşısı alınsın. Bir də ki, su itkisinin qarşısının alınmasının digər bir yolu da düzgün məhsulların əkilməsidir və suyun bərabər bölünməsidir. Məsələ burasındadır ki, vətəndaş nəyə görə şikayət edir? Hər hansı bir agro birlik, hər hansı bir sahibkar, hansı ki 100 hektar buğday əkib, 100 hektar pambıq əkib, səninlə biz 3 hektar əkmişik. Su 100 hektara gedir. Və 1 hektar, 10 hektar, 5 hektar, 2 hektar əkənlər isə kənarda qalır. Və yaxud çünki o düşünür ki, yəni 100 hektar əkib, 200 hektar, 500 hektar əkib, burada dövlətin daha çox ona marağı var. İcra hakimiyyətlərinin daha çox marağı var ki, orada geçsin. Çünki həm də alıcı da gələndə gedib həmin yerdən almaq istəyir. Çünki 2 hektar buradan, 1 hektar oradan, 30 sot buradan gedib o cür o nəqliyyat xərci də çoxalır. Ona görə də bu hər zaman təklif var. Kənd təsərrüfatında da bu təklif oldu. Mən də bu təklifi neçdə və hər zaman elə səsləndirirəm, yazıram, deyirəm, bilirəm. Ümumiyyətlə,
kənd təsərrüfatı planlı şəkildə indiki dövrdə işləməlidir. Əgər mən bir bəlkə A nöqtəsində pomidor əkirəmsə, eyni yerdə də kimsə gətirib buğda əkə bilməz və yaxud gətirib orada pambıq əkə bilməz. Eyni sort məhsullar, hansı ki ona sular tələbatı, daha çox suya tələbatı var, suya yaxın yerlərdə əkilməlidir və fermerlərdən də söhbət aparılmalıdır, məcbur edilməlidir. Lazımsa inzibati məcbur etmə tədbiri görülməlidir ki, sən burada əkə bilməzsən, mən sənə su verə bilməyəcəm. Quraqlıq dövrüdə olmayacaq. Sən bura quraqlığa davamlı bitki əkməlisən. Yaxud bu sırada məsələn bu bitkilər əkilir. Rayonlar üzrə bölüşdürülməlidir. Bu elə deyilir, həyata keçirilmir. Məsələ burasındadır. Rasiməm, gəlin suallara belə. İmişliyə tez-tez gedirsiniz? Bəli, mən İmişliyə tez-tez gedirəm, oluram, insanları qəbul edirəm və evlərdə oluram və Kəndləri gəzəndə bir ağsaqqal və ya bir ana qarşınızı kəsib, oğul, bəs bizim bu yolumuz, suyumuz nə vaxt düzələcək deyəndə, onlara verdiyiniz ən səmimi cavab nə olubdur? Deputat vədi, yoxsa reallığı deyirsiniz? Bax, burada necə reallığı deyirsiniz? Onlara nə deyirsiniz? İmişlidə mənə müraciət edən insanların hər hansı bir məsələ ilə bağlı müraciət ediblərsə, onların həlli üçün əlimdən gələni edirəm və bir çoxlarının həllinə nail oluram. Ona görə də mənə o cür suallar verilmiş. Amma elə məsələlər var ki, qlobal məsələdir. O məsələnin həlli ilə bağlı artıq konkret, doğrudan da qolunu çırmayıb işləmək lazımdır. Bir misal çəkim. İmişlidə Məhəmməd Əsədov küçəsi 13-15 ünvanları var. Onun videosunu da mən gözləyirdim ki, bəlkə addım atıla paylaşmayayım. İnsanlarla görüşmüşəm, çəkmişəm keçən dəfə. Onu ilə yəqin ki, bugün paylaşacağım. Mən 3 il bundan qabaq Nazirlər Kabinetinə, Nazirlər Kabinetinə müraciət etdim ki, bu insanlar 2 binada yaşayır, binanın artıq kanalizasiya suyu ilə doludur, üfunət hisindən yaşamaq olmur, binalar uça bilər istənilən vaxtda. Bəli, mən baş nazirə müraciət etdim, parlamentdə müraciət etdim, yazılı müraciət etdim. Parlament, baş nazirin məncə elə imzası ilə su agentliyinə məktub daxil oldu ki, doğrudan da vəziyyət çox çətindir, 2025-in proqramına salınsın və bu məsələ həll olunsun. Mən gördüm ki, məsələ həll olunmur, yenidən su ehtiyatları agentliyinə əlaqə saxladım və dedim ki, artıq dözümüm qalmayıb. Ya bu məsələni həll eləyin, ya da ki, mən başqa nə edeyim mən? Yenə getdim insanlarla görüşdüm. Getdim, baxdım ki, artıq traktorlar işləyir və s. Məsələ yenə həllini tapmadı 2026-cı ildir. İnsanlar artıq, bilirsinizmi, artıq insanlar üfunətin və kanalizasiyanın və çirkab içində yaşayırlar. Binalarda 120 ailə yaşayır. O binalar uçada bilər, dağılada bilər və o 120 insanın həyatına kim cavabdehlik daşıyacaq? Və nə oldu? Artıq bir orada demək, həll etmək üçün xüsusi təyinatlı bir maşın lazımdır ki, 1 metr yarıma qədər çirkab yığılıb orada, bərkiyib, onu qazıbsın da orada girib infrastruktur dəyişə bilsinlər binanın altında. Yəni 21-ci əsrdə bunu, hətta bax bu sözünü də mən burada dedim, bu məsələyə görə kimlərsə istifaya getməlidir, kimlərsə bəlkə də artıq mən sizə deyim, kimlərsə həbs olunmalıdır, kimlərinsə qarşı haqqında cinayət işi qaldırılmalıdır. Yəqin bilirsiniz o kimlər deyəndə, kimlər nəzərdə tutursunuz? Nazirlər Kabineti su agentliyinə məktubu göndərib, verilib məsələlər. Məşğul olublar. Su agentliyi bununla bağlı göstərişi verib. İndi niyə yerinə yetirilməyib? Məsuliyyəti kim daşıyır? Kim burada məsuliyyətsizlik eləyib? Kim başı soyuqluq eləyib? Kim buna başı, belə deyək də, soyuqqanlı yanaşıb? Və kim bununla bağlı konkret vaxtında həyəcan təbili çalmır və etmir? İmişli rayonudur. İmişli rayonu rəhbərliyi də var. Bunlar da bu məsələ ilə bağlı yəqin ki, müraciət ediblər. Müraciət etməlidirlər. Həyəcan təbili çalmalıdırlar. Mən nə qədər həyəcanla danışıramsa, mən nə qədər həyəcanla edirəmsə, onlar da bunu etməlidirlər. Yəni, bəli, etməlidirlər. Çünki o insanlar orada 120 ailə minanın üstündə yaşayır. Ona görə mən məsələn, bəli, mən indi müraciət etmişəm, yəni mən əlimdən gələni etmişəm. Artıq qazılıb müəyyən işlərin, məsələnin bir 60-70% həll olunub. Yaxşı, bir xüsusi bir təyinatlı bir maşın olması bu nə deməkdir ki, niyə həll olunmur? Budur. İnsanlar işlə bağlı müraciət edirlər. İşlə bağlı necə mən məsələn aidiyyatı üzrə göndərmişəm həmişə. Demək 2020-ci ildən çəki 2024-cü ilə qədər çox insanların işlə bağlı kömək eləyə bilmişəm, limitimi bitirmişəm. Amma indi artıq işə düzəltmək mümkün olmur. Yəni məşğulluq xidmətinə mən sizə açığı deyim, məktub göndərmirəm. Məşğulluq xidmətinə məktub göndərirsən heç kim işlə təmin olunmur. Bir mənalıdır.
Mən hələ nə bilim mənim müraciət etdiyim orada məktub olubsa, orada bir nəfər olub olmayıb heç o da yadıma gəlmir. Bəlkə də olub 1-2 nəfər belə olub. Onların səbəbi nədir? Səbəbi budur ki, ya iş yeri yoxdur, ya da ki onlar sadəcə olaraq dişsiz bir qurumdur, həll eləyə bilmirlər. Və əlavə olaraq ola bilsin ki, elə işlərdə təklif eləyirlər ki, o işə gedib işləmək üçün vətəndaş düşünür ki, mənim yol pulum elə o qədərdir, yəni sərf eləmək ona gedib bu işi işləsin. Bu səbəblərdir. Müraciətlər məsələn olur ünvanlı sosial yardımla bağlı. Bəli. İstəsəniz onu da deyim. Buyurun. Ünvanlı sosial İşsizlik problemləri hətta Bakıya qədər gəlib çıxır. Əlbəttə ki, ünvanlı sosial yardım məsələn vətəndaş məsələn bu gün indi hərdən məni qınayırlar ki, həmişə tənqid eləyirsən, yaxşıları demirsən, elə pisləri deyirsən. İndi qoy deyim onda. Bəli, 350 minə qədər insan ünvanlı sosial yardım alır. Amma mən də 10 minlərlə insan bilirəm ki, onların daha çox ehtiyacı var idi, onlar ala bilmir. Çünki ünvanlı sosial yardım haqqında qanunun çox belə mürtəcə bir bəndi var ki, iş yeri olmalıdır. Mütləq. O yaxşı, iş yeri mümkün də deyil. Belə çıxır ki, və mən görürəm ki, məsələn, acından ölən insanlar kömək etməsə və yaxud mən məsələn gedib hərdən birdən kömək etməsəm, acından öləcək tanıdığım insanlar var. Məsələn, onlar sosial yardım ala bilmir və mən sual verirəm ki, əgər bu ünvanlı sosial yardım, şəxsi büdcədən kömək eləyirəm, kimdənsə xahiş eləyirəm, onlar kömək edir bu şəkildə. Və orada vətəndaşlar, tanıdıqları qonum var. Çoxdur, əlbəttə ki, çoxdur. Necə çatdırırsınız bəs? Yəni, hamısına kömək edə bilmirik ki. Mənim o hardan kömək edir, hamısına kömək edir. Bacardığımızı eləyib, əlbəttə ki. Anladım. Bir dənə bunu demək istəyirdim ki, demək istəyirdim ki, məsələn, mən sual olunur ki, o vətəndaşlar mənə sual verir də. Deyir, əgər mən, məsələn, də bu mənim üçün olmalıdır da, mənəm, ehtiyacı olan, içəndə olan mənəm, mənə bu verilmirsə, o sosial yardım qanunu nə üçün lazımdır? Mən ona cavab verə bilmirəm və mən də sual verirəm ki, əgər ünvanlı sosial yardım doğrudan da ehtiyacı olana o yardımı verə bilmirsə, demək ki, bu qanun dəyişməlidir. Ümid edirsiniz ki, dəyişəcək? Mən o mürtəcə bəndin dəyişdirilməsi üçün çox çalışmışam və təklif vermişəm ki, hər bir rayonun icra nümayəndəsi var, icra hakimi var, icra nümayəndələri, bələdiyyəsi var. Onlar ki, bilir, barmağı ilə göstərər ki, acından ölən budur. Ver də ona müəyyən bir istisna hallar olsun, qanunda olsun ki, xüsusi olaraq baxış keçirilir və yerində həll olunur. Çıxışlarınızda demişsiniz ki, icra başçıları xalqı incidirdi. Düzdür? Bəs siz deputat olaraq niyə o kiçik padşahların qarşısını ala bilmirsiniz? Onlar sizdən güclüdür, yoxsa onlarla bəzi... Ümumiyyətlə, mən düşünürəm ki... Razıyım, sualımı bir... Buyurun. Deyin. Buyurun. Necə başa düşdünüz mən nə demək istəyirəm? Sadəcə olaraq onlar sizdən güclüdür, onu demək istəyirəm. Sizin sözünüz keçmir onların yanında. Birincisi, deputatın kimisə cəzalandırmaq səlahiyyəti yoxdur. Bu bir. Mən cəzadan danışmadım. Yox, əlbəttə ki. Belə çıxır ki, o kiçik padşahların cəzalandırmağa səlahiyyəti var. Birincisi, kiçik padşahlar dediyiniz insanlar prezidentin yerlərdəki nümayəndələridir. Məlum məsələdir, amma yenə də... Və bilirsiniz ki, bugünə qədər 7-8 icra başçısı həbs olunub. Olunsa da yerdəkilər... İşdən çıxarılıb. Nəsə dəyişib deməzdim dəyişib. Bəli. Dəyişməyib. Hətta deyərdim ki, bəzən hətta üstə qoyulub ki, nəinki dəyişib. Yox, dəyişməyib əlbəttə ki. Ona görə də mən düşünürəm ki, ona görə bayaq da demişdim, tamamilə o idarə etmə sistemi dəyişilməlidir. Əlavə olaraq icra hakimiyyətləri ilə bağlı bir məsələni də deməliyəm. İcra hakimiyyətlərindən bugün bir çox şeyləri tələb də etmək olunur. Haqlı tərəfində deməliyəm. Mən onların fəaliyyətindən narazıyam. Açıqca deyəcəm, narazıyam. Kifayət qədər narazılığım böyükdür. Amma haqlı tərəfini də deməliyəm. Haqsız tərəflərini həmişə demişəm. Yenə də sizinlə özümü yormaq istəmirəm. Amma haqlı tərəfi budur ki, icra hakimiyyətlərinin 39 səlahiyyəti əlindən alınıb. Demək olar ki, icra hakimiyyətləri biraz artıq dişsiz bir quruma, yox, müəyyən məsələlər var da, onlar alınıb. Və bütün məsələlər mərkəzləşib. Azərbaycanda demək olar ki, bütöv məsələlər mərkəzləşib. Hər bir kiçik məsələ üçün də mərkəzdən icazə alınmalıdır. Ona görə də
biz də icra hakimiyyətlərinin üzərinə o qədər gedə bilmirik ki, birincisi, düzgün səlahiyyət bölgüsü aparılmayıb. İkincisi, səlahiyyətlərin çoxu alınıb mərkəzi icra orqanlarına verilib. İcra hakimiyyəti də mərkəzdən icazə alır, ora məktub göndərir. Nazirliklərin və bir çox öhdəlik rayonda xidmətlər üçün öhdəlik daşıyan dövlət qurumlarının hamısı mərkəzləşib və regionallaşıb və onların artıq icra hakimiyyətlərinin heç bir tabiçiliyi yoxdur. Belə görünür ki, torpaq mübahisəsi, iş mübahisələri, torpaqların alınması, sənədlərin düzəldilməsi, sənədləşmə, bütün bunların hamısı mərkəzdən keçməlidir. Və icra hakimiyyətləri də ona görə bir çox məsuliyyətdən yayınmalı olurlar ki, yəni mən nə edim ki, mən də yazıb göndərmişəm, demişəm. Və bir çox mən sizə deyim ki, artıq bilirsiniz, həm də ki, mənim üçün ağrılı məsələ nədir, bunu da qoy insanlarımız bilsin, elə bunu sizin ekranınızdan birinci dəfə demiş olacağım. Cənab Prezidentin qərar olub, göstəriş olub, mənə belə ki, göstərişi ilə keçirilir ki, bütöv dövlət qurumları və icra hakimiyyətləri səyyar görüşlər keçirirlər. Və səyyar görüşlərə baxın, səyyar görüşlərdə, yəni ilk sıralarda və ətrafda elə bir 4-5 sıraya qədər də qalıqlı, sağlam, sanki xətkeşlə düzülmüş insanlar oturublar. Hamısı məmurlardır. Hamısında eyni vəziyyətdir və mən görürəm ki, yəni ki, bu belə çıxır ki, dövlət orqanını, yarısı orada oturanların əksər, demək ki, 50-60% dövlət orqanlarının nümayəndələri onlar şikayət eləməyə gəlməyib, dinləməyə gəlib və boş qalan stolları doldurmaq üçün oradadılar. İkincisi, vətəndaş orada sualını, şikayətini də verə bilmir. Çünki hər bir sahəyə aid bir məmur var. Deyirsən, sabah onu şikayət eləsən, vəziyyətin daha çətin olacaq. İndi kimsə biraz da qorxusu hissi yoxdur, cəsarəti var, durub deyir, ona da gözüm çıxdıya salırlar və sonra da hansısa bir vətəndaş ayağa qaldırılır, məmur ki, qalx ayağa, bu məsələ nədir? Cənab başçı, cənab filan kəs, bu məsələ ilə bağlı bizim də xəbərimiz var, biz məsələnin həlli ilə bağlı addımlar atacağıq. Məsələ bitdi, nə addım atacaqlar? Elə orada onun üçün idi, yəni orada da qalacaq. Ona görə bunların hamısı artıq bir bilirsinizmi, sadəcə gözə külüfürmə bir variantına çevrilib və nə vaxta qədər var? Mən də bunu deyirəm, nə vaxta qədər, amma mən bir deputat kimi səlahiyyətlərim var, deputat səlahiyyətlərim çərçivəsində bunu deyirəm. Eyni zamanda Milli Cəbhə Partiyasının sədri, partiya sədri kimi də Azərbaycanın müxtəlif yerlərində olan məsələlərlə bağlı fikrimi bildirib, nələrsə tələb qoyuram, tənqid edirəm, məktub göndərirəm və belə olmasın ki, çox böyük məsələlərin həllinə də nail ola bilirik. Elə deyil ki, ancaq elə biz danışırıq. Razi müəllim, sizin belə bir ifadəniz olub ki, dövlət ev tikməsin, vətəndaş özü tiksin. Bu bir mənalı qarşılanmadı. Bugün Qarabağa qayıdan, işsizliklə üzləşən vətəndaş özünə ev tikməsi üçün maddi bazası varmı ki, o söz siz demişsiniz? Mənə belə gəlir ki, siz mənim nə dediyimi gözəl bilmişsiniz. Sizin bu sualı mənə verməyiniz mənə təəccüblü gəldi. Niyə təəccüblü gəldi? Siz bilirsiniz də, onu açıqlayın. Mən onu açıqlamaq istəyirəm. Mən əslində orada açıqlamışdım ki, o bir mənalı qarşılanmadı. İkinci dəfədir. Bir mənalı qarşılanmadı. İkinci dəfədir bunu parlamentdə çıxış etdim dedim. Birinci dəfəsində tam aydın demişdim ki, dövlət maliyyələşdirsin, vətəndaş tiksin. İndi də elə dedim. Orada mən demişəm, sadəcə kontekstdən çıxardıblar, onu verməyiblər yəqin orada. Orada demişəm ki, əgər vətəndaş özü tikəndə bu dövlət büdcəsinə minimum 2 dəfə ucuz başa gələcək. Çünki bugün bir evin tikilməsi, indi məsələn tutaq ki, 120 mindən 180 minə, nə bilim, indi mən dəqiq bilmirəm, o məsələni mən bilmirəm neçəyə tikilir, amma bildiyimə görə 180 minə, 250 minə tikilən evlər də olub da. İndi baxın yerinə, məkanına, çətinliyinə. Sizin deyibsinizsə, bəli, amma sosial şəbəkələr... Yox, sosial şəbəkələr də sonradan hamısı bildilər ki, belə demişəm, onunla bağlı mənə bir irad olmadı. Kimlərsə bunu əksinə yönləndirmək istədilər mənim əleyhimə, amma işləmədi. Mən deyirəm ki, vətəndaş özü tikəcək, dövlət ona bank hesabı açır, məsələn, deyir ki, sənə mən bu evin tikilisi üçün 70 min pul verirəm. İlkin olaraq 10 min ayırır, vətəndaş daşına tökdü, bütün tökdü və dövlət də ayırır ki, sənə bu yerdə vermişəm, bu 12 sot sənindir, 15 sot sənindir. Burada tikəcəksən və ona da versin bir 50 dənə hazır layihələr qoysun, hansını istəyirsən tik. Və yaxud bir orada ya da ki, deyir ki ona, məsələn, burada oturub memarlar, hansı dəyişiklik istəyirsən, elətdir
Yəni dövlət burada böyük bir xərcə tələb olunmur. Vətəndaş da gedir özü istədiyi kimi 2 mərtəbə tikər. Bəlkə də o özü qoyacaq o 70 min üstünə də bir özü də 30 min qoyacaq. Deyəcək ki, mən 2 mərtəbə tikmək istəyirəm, özü bilər. Yaxud məsələn balaca bir ev tikəcək. O 70 mini ayırsın ona. Pulu qalacaqsa onun hesabında, versin onun mebelinə alsın, versin ona kiçik biznesini qurmaq üçün. Yəni dövlət desə mən sənə 70 min verirəm. Hesablasın ki, vətəndaşlarla bir yerdə real olaraq bazarı ki, bunu neçəyə tikmək olar. Üstünə də 10-15% artıq qoysun, versin vətəndaşa. Amma pulu banka qoysun, vətəndaşa birbaşa versə, məsələn, mənə sual verirlər. Qazi müəllim, vətəndaşa birbaşa 70 min də versin, tikməyəcək, hamı xərcləyəcək. Yaxşı, hər şeyin yolu var. Vətəndaşın elədir, elə bir ehtiyatı varsa, bank hesabına köçürsün, ev tikildikcə ödəsin oradan, ayırmalar olsun da, orada müəyyən mərhələlərlə pul ayırsınlar. Əlavə olaraq, məsələn, desin ki, bu cür tikməlisən, gün batana tikməlisən, gün çıxana tikməlisən. Yəni, dövlətin orada artıq dövlət tənzimləyici rol oynayır bütün dünyadakı kimi. Və məsələn, bu günə qədər 5 min ev tikilib, 12-15 min ev tikilərdir. Və burada ikinci üstün cəhət nə yaranır? Bu təklifdən birincisi dövlət büdcəsinə qənaət edir, ikincisi vətəndaş ev tikə-tikə o evinə bağlanır, özü tikib axı. Əziz olur. Gətirib ona kimsə desə ki, mən sənə 3 min verirəm, heç bura yaşama, ver mən burada qalıb sənə 3 min verəcəm ayda, verməz onu. O pula ehtiyacı da olsa verməz ki, mən bunu necə tikmişəm, bu mənim öz balası kimi yanaşır insan evinə, elə deyilmi? Bu iki. Artıq geri də qayıtmayacaq, o bağlanacaq ora, nəslin kökün yığıb gətirəcək ora. Üçüncüsü, orada tikdiyi 5-6 ay müddətində ki, evi tikəcək, orada artıq düşünəcək ki, mən burada bir bizneslə yaradım, mən neyini edə bilərəm, burada mal saxlaya bilərəm, bir meyvə bağı salım və başqa yerlərə görüb sonra harada iş yeri tapacam. O artıq özünə iş yeri də yaradacaq və qohum əqrabasına da məsləhət görəcək, siz də gəlin. Yəni bu dövlət üçün daha asan başa gəlir və ev tikintisi kütləviləşəcək. Kütləviləşməklə də biz əgər Qarabağı 10 ilə məskunlaşdıracağıqsa 5 ilə məskunlaşdıracağıq. Təklifiniz qəbul olundu? Mən düşünürəm ki, bu təklif normal təklifdir. Dövlətin içərisində mən demirəm ki, bunu ancaq mən düşünmüşəm, məndən ağıllısı yoxdur. Dövlətin içində ağıllı insanlar var, bu təklifi müzakirə edənlər olublar. Mən özüm ayrı-ayrılıqda prezidentin nümayəndələri ilə, səlahiyyətli nümayəndələri ilə də müzakirə etmişəm. Əslində buna müsbət yanaşanlar çoxdur. İndi yəqin ki, dövlətin özünün bildiyi məqamlar da var və mən düşünürəm ki, yaxın zamanlarda bununla bağlı qərar veriləcək, müsbət qərar veriləcək və verilməlidir. İnanaq ki, olacaq. Tələbə kreditləri və pullu təhsil məsələsində gənclərin tərəfindən çıxış edirsiniz. Amma bugün minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən kənar qalırlar. Parlament bu gənclər üçün niyə daha güzəştli bir təhsil paketi qəbul etmir? Siz bu mövzuda konkret qanun təklifiniz varmı? Mən bununla bağlı, bəli, demək olar ki, ən ağrılı mövzulardan birinə toxundunuz. Azərbaycanın gələcəyi kimdir? Gənclərdir. Və bugün gənc əlində diplom da iş tapa bilmir. Əlində diplom iş tapa bilmir. Əlində diplomu, amma məcbur eləyirlər ki, kreditini ödəməlisin. Ona görə də bir çox gənclərimiz təhsildən uzaqdırlar. Bəli, tamam 100%. Ona görə də təhsil krediti alan tələbə həm də dövlət tərəfindən zəmanətə götürülməlidir ki, işlə təmin olunacaq. İşlə, işləsin, pulunu versin də, bu nə ilə versin? Və bugün əlində diplomu və bugün işləyənlərdən və onlara şərait yaratmayanlardan, onlara qapısında gözlətdirənlərdən də 10 dəfə ağıllı, savadlı, bacarıqlı gənclər var ki, qəbullarda gözləyir. Amma qəbulunda gözlədiyi insandan da 100 dəfə bacarıqlıdır. Təhsillidir, savadlıdır. Mən istərdim ki, ümumiyyətlə, təbii ki, müvafiq qanunvericiliyə o dəyişiklik olunsun ki, dövlət o öhdəliyi də üzərinə götürsün ki, o insan ancaq işləyəndən sonra ona iş təminatı olmalıdır. Bəlkə bu 2-3 il iş tapa bilməyəcək. Ümumiyyətlə, bilirsizmi, bizdə təəssüflər olsun ki, qanunlarımız qəbul olunur və hətta deyim ki, məsələn, o təhsil haqqında, o qanunda da müəyyən müsbət məqamlar var. O təhsil haqqında kreditdə də müsbət məqamlar var. Həyata keçirmə mexanizmləri çox zəifdir. Biz və aidiyyatı qurumlar həmişə özlərinə sərf eləyən müddəadan danışırlar, qalan müddəaların hamısı yaddan çıxır. Sanki ki, orada yoxdur, qanunda yoxdur. Əslində, biz bugün qanunlarımızı Avropa qanunlarına yaxınlaşdırırıq.
Avropaya uyğun qanunlar qəbul edirik. Lazım olanda özümüzü Almaniya ilə müqayisə edirik, Yaponiya ilə müqayisə edirik, Amerika ilə müqayisə edirik. Amma elə ki, sərf etmir, onda başlayırıq özümüzü Gürcüstanla, Türkiyə ilə, İranla müqayisə eləməyə, Rusiya ilə, Belarusiya ilə müqayisə eləməyə. Bu danışma düzgün deyil. Əgər biz bugün qanun qəbul ediriksə, vətəndaşımızın və ölkəmizin reallığına nəzər almalıyıq. Biz qanun qəbul edəndə nəzər almalıyıq ki, bizdə əlçatan kredit yoxdur. Kreditlər daha çox bahadır. Biz gənclərlə, ümumiyyətlə vətəndaşlarımızla bağlı qanun qəbul edəndə düşünməliyik ki, bir çox sosial xidmətlər onlara əlçatan deyil. O vətəndaşlar istəsə də onlar kreditə əlçatanlıqları yoxdur, sosial xidmətə əlçatanlıqları olmayacaq və dövlət xidmətlərinə əlçatanlıqları olmayacaq. Bunu nəzərə almalıyıq. Biz bunu nəzərə almadan tələbləri Avropa səviyyəsində qoyuruq. Sonra da deyirik ki, yox, sən qanun tələbinə görə sən buna uyğun deyilsən, bunu edə bilməzsən. Vətəndaş narazı qalır və narazı qalmağa da haqqı var. Biz necə məsələn tələb edə bilərik ki, məsələn sənin evində sənədin yoxdursa sənə qaz çəkilməyəcək, işıq çəkilməyəcək. Bu absurddan absurddur. Sən bütün ölkəmiz bütün obyektlərdən, yaşayış obyektlərindən tutmuş bütün evlərə qədər demək olar ki, ölkədə 500 mindən çox, yarım milyondan çox sənədsiz ev var və 200 minə qədər də sənədsiz yaşayış obyektləri var. Belə bir vəziyyətdə sən o tələbi qoya bilərsənmi? Bu nə deməkdir? Oynamıram, etmirəm. Yəni bu dövlət vətəndaşı ilə bu şəkildə danışmağa haqqı varmı? Mümkün deyil. Yəni sosial dediyimiz dövlət bunu edə bilməz. Ona görə də mən düşünürəm ki, bu niyə baş verir? Ona görə baş verir ki, məsələn, mən metroda gəzmişəm, düyməni bağlamışam, bu düyməm elə olub ikisi birdən qırıb, dartıb qırıblar. Avtobusla ayağımı tapdalayıblar. Əlim tutmuşam buradan, əlim çıxıb buradan, getmişəm, alnımdan qan axıb. Elə avtobusun içərisində. Nə vaxt olub? Sevə-sevə geydiyim ayaqqabımı ayaqlayıb püskünə qoyublar. Yəni bu yenilikcə yoxsa? Yox, yenilikcə yox da, yəni mən tələbəlik illərindən danışırsınız? Tələbəlik illərindən yox. Deyək ki, mən 40 yaşıma kimi. 12-15 il bundan qabağa kimi. Onun da hamısını maşında gəzməmişəm. Yəni mən həyatımın yarıdan çoxunu elə, yəni ki, o cür yaşamışam, o cür gəzmişəm. İndi bunu görmüşəm. Tozlu yolla getmişəm, işığım olmayıb, sığınmışam bir otağın içərisində qızınmaq üçün, ailəlikcə bir otağın içində bir peç yandırmışıq ki, çünki bütün otaqları qızdıra bilmərik. Neçəncinin söhbət edirsiniz? Uşaqlıq illərində? Yox, uşaqlıq illərimi deyirəm. Mən söhbət gedir elə 2010-cu ilə kimi, 2012, 2014-cü, 2015-ci ilə kimi. 2015-ci ilə kimdən söhbət edirəm mən? Yox, mən 2015-ci ilə kimdən söhbət edirəm? Mənim uşaqlıq illərim aydındır, mən onu danışmışam. Mənim uşaqlıq illərimiz çətin keçib, o başqa məsələ. Amma mən 2015-ci ilə kimi də o cür yaşamışam. Amma indi nəyi demək istəyirəm? Onları görmüşəm bu çətinlikləri və mən bilirəm. Və ona görə də mən insanları hiss edirəm, danışır gəlir, mən özümü onun yerinə qoyuram və başa düşürəm onu. Amma bir çoxları, vəzifədə olan bir çoxları o çətinliyi görməyiblər, vallah görməyiblər. Onlar yağbal içində yaşayıblar, maşında gəziblər, məktəbə maşına aparıb gətirib, institutda maşına aparıb gətirib və o oturub rahat bir stolda, rahat bir kresloda qərar verir ki, belə yaşamalısan, belə eləməlisən. Gələnlərimiz də çoxdur. Fəhləlikdən gələnlərimizin bir çoxu onu başa düşür, amma bir çoxları da sonradan keçmişini unudub təəssüflər olsun. Təəssüflər olsun. Demək ki, kimsə keçmişini unudursa, artıq heç Allah da o bəndəni sevmir. Bunda nə deyirlər? Od kök üstə bitər. Od kök üstə bitər. Geni. Mən, məsələn, baxın, mən sizə deyim. Mənim əslində cənab prezidenti və xanımı tərifləmək, xoş söz demək göhdəliyim də yoxdur, o mənim işim də deyil. Yeni Azərbaycan Partiyası var, Yeni Azərbaycan Partiyasının deputatları var, Yeni Azərbaycan Partiyasının vəzifəli şəxsləri var, qorusunlar da, 800 min üzvləri var, qorusunlar da, danışsınlar da, desinlər də. Sadəcə olaraq mən vicdanım qarşısında öhdəlik götürür və düzgün nümunə yaratmaq üçün bunları deyirəm. Məsələn, mən cənab prezidentlə üz-üzə gəlməmişəm. Bir dəfə telefonla danışmışam bu günə qədər. Cəmi bir dəfə telefonla danışığım olub. Çox səmimi bir danışıq olub. Və mən həmişə televiziyadan da baxıram və səmimi görürəm.
insanlara münasibət. İnsanlar gəlirlər, şəkil çəkdirlər, qucaqlayırlar. Yəni insan sadədir də. Yəni o baxan insan ondan özünü ayırmır. İndi onun status var, prezidentdir. O insan da gəlir desə deyir, o da qulaq asır, belə qucaqlayır. Mehriban xanım da onun kimi. Yəni də sadədir də. İnsanlar nəyi sevir? Səmimiyyəti və sadədir. Elə deyilmi? Bir ölkənin prezidenti və xanımı bu qədər sadədirsə, o sadə prezidentin qələmi ilə vəzifəyə qoyulan niyə burnunu dartıb qoyur aya, günəşə? Niyə bu qədər özlərindən razıdırlar? Niyə bu qədər özlərini çəkib dağın başına qoyurlar? Niyə bu qədər özlərini... Mən düşünürəm ki, onlar vəzifədən alınmalıdır. Bu cür şəxslər vəzifədən alınmalıdır. O cür şəxslər hər kəs də yazır, deyir. Mən zaman-zaman bir çoxlarının adlarını da çəkmişəm. Təəssüflər olsun. Bəzilərinin səsi də dəyişir, yerişi də dəyişir, kostyumu da dəyişir, özü də dəyişir. Süni görsənir və nifrət qazanırlar. Gülünc görsənirlər. Və məndən də bilirəm, gülünc görsənirlər. Və məsələn, sən gedirsən, telefonuna cavab vermir. Sən kimsən? Sən cənab prezidentin bir qələmi ilə olmuşsan, ora bir qələmi ilə də atarlar səni çölə. Çölə atılandan sonra o qədər belə miskin günə düşürlər, qalırlar belə və söyüş sahibi olurlar. Sən telefona cavab verməmək nədir, özünü dartmaq nədir, özünü dağın başına çəkib qoymaq nədir, statusunu, kreslonu bir status kimi görmək və kreslonu bir, nə bilim, əstəğfurullah, Allaha yaxın kimi görmək nə deməkdir? Mən o cür insanları ümumiyyətlə həyatda bağışlanmasının tərəfdarı deyiləm. O cür insanlara qarşı ən sərt cəzanın tərəfdarıyam. Sizdən olsa hansı sərt cəzaları verərdiniz elə bir insanlara? Ən böyük sərt cəza onlar üçün vəzifədən atılmaqlarıdır və sonradan artıq heç kim onların telefonuna da cavab vermir. Və heç kim də onların telefonunu da götürmür. Onları elə yerlərdə də görür, heç kim onlardan yaxın oturmaq da istəmir, heç salam da vermək istəmir. Və onlar artıq görürsən ki, bir başları da qardı. Onların vəzifəsinə görə hörmət eləyirlər. Amma məmur da var ki, həmin o kürsüdən uzaqlaşır, həmişə də hörməti də olur. İnsanın şəxsiyyətinə hörmət qoyulmalıdır. Bəli, mütləq. O şəxsiyyəti də insan özü yaratmalıdır. Vəzifəsinə hörmət qoyulursa, o yanaşma düzgün deyil. Və görürsən ki, tənqidi də sevmirlər və hər kəs düşünür ki, onlardan ağıllısı yoxdur. Düzdür. Ona görə də mən deyirəm ki, o cür insanlar oturub qərar verirlər ki, sənin üçün bu yaxşıdır. Sən o insanın evində olmasan, onun çətinliyini görməsən, onunla bağlı qərar vermən düzgün deyil. Aydındır. Razi müəllim, bayaq dediniz ki, İmişlidə çox adamı işə düzəldibsiz. Amma tək İmişlidə yox. Öz bacı qardaşlarınız, bugün işsiz olanlar da var da. Amma digər qardaşınız Sankt-Peterburqda böyük bir biznes sahibidir, düzdürmü? Böyük biznes sahibi deyil. Onu Dubay məsələsində şişirtdilər. Daxilində yəni belə kəskinlik ola bilər ki, bu realda belədir, yoxsa onu nə fikir, nəsə demişsiniz? Mən yenə biraz sizin sözünüzü kəsdim, üzr istəyirəm, hər yer gözləmədim sualın cavabını, nəysə. Birincisi, mənim qardaşım böyük biznes sahibi deyil. Yəni onu o Dubay vaxtı bu cür hallandırdılar, bəli, oliqarx, magnat, nə bilim... Dubayın adı ilə çıxıbdır deyək. Ona görə, bəli. O orta səviyyəli bir iş adamıdır. Daim elə Peterburqda yaşayıb. Əhd eləyib, oğlu istəyindən Dubayda. Dubayda toy eləmişdi. Bəli, bir toy elədi. O toyu da mən deməzdim, qardaşım elədi. Onun oğlu idi. Oğlu özü orada hal-hazırda Peterburqda iş adamıdır. Və qohum olduqları adamlar da iş adamlarıdır. Qərar verdilər, orada toy elədilər. Allah mübarək eləsin. Məsələmiz bu deyil. O vaxt çıxdı ki, bu ki, maqnat və s. Xeyr. Maqnat deyil, kaş maqnat olardı. Kaş elə böyük pul sahibi olardı, böyük iş sahibi olardı. Və Azərbaycanda onun heç vaxtı bir manatlıq işi də olmayıb. Evini də 4-5 il bundan qabaq da Bakıda ev sahibi olub. Heç Bakıda evi də olmayıb, heç bir qardaşlarımın. Bura gəldilər və bura gələndən də, çünki Rusiyadakı müharibələrə görə gəldilər, narahat oldular, gəldilər burada. Orada biznesləri zəiflədi. Neçə qardaşınız Rusiyada yaşayır? Orada 4 qardaşım Rusiyada yaşayır. 10 qardaş olmuşsunuz. Bəli, 4 qardaşım orada yaşayır. Qalanları da gedib gəliblər. Bakıda təksizsiz də? Bakıda tək mənəm, indi o Peterburqda olanlar da burada, ikisi burada gəliblər, hələ ki müvəqqəti burada yaşayırlar. Çünki o müharibəyə görə orada işləri dayandı, zəiflədi, burada iş qurmaq istədilər. Və burada da
yaxşı adamlara rast gəlmədilər. Gətirdikləri pulları da əllərindən çıxdı. Yəni ki, dələduzlara rast gəldilər. Və sonra müəyyən bir işlər gördülər Qarabağda, o pullarını da ala bilməyiblər. Bu da var. Və sonra başqa işlərə qurşandılar. Yəni ki, ancaq burada əzab, əziyyət, negativ, ancaq negativ və onlar burada cəhənnəm çəkdilər. Cəhənnəm çəkməkdədirlər bugün də. İkinci hissəsi, mənim qardaşımın uşaqları, bacımın uşaqları, qohum əqrabamın hamısı işsizdir. Niyə? Bir qızım da işsizdir, onu da deyir. Mənim özü iki uşağım var, onu mən işə düzəltmək üçün, bəli, hamı onu deyir. Onlar da onu deyir ki, sənin kimi dayın var, sənin kimi əmin var, sənin kimi qardaşım var. Bəs bayaq vurğuladınız ki, çoxlarına bəli, mən o məsələ burasındadır ki, mənim deputatlıq dövrüm müharibə vaxtına düşdü. Və biz qohum əqraba haqqında düşünməyə nə vaxtımız var idi, nə həvəsimiz var idi, nə imkanımız. Ancaq və ancaq 24 saat, inanın ki, o günlər bizim o ilk deputatlıq dövrümüz müharibə zamanında. Amma ondan sonra siz neçə ailəyə ondan sonra vəziyyət daha da çətinləşdi. Kömək eləmişsiniz. Bugün işə düzəltmək artıq, inanın ki, bir xadiməni işə düzəltmək olmur. Çox çətindir. Bəs maddiyyat cəhətdən necə kömək eləyirsiniz onlara? Mənim gücüm çatan, əlbəttə ki, gücüm çatandan nə olursa gücümüz çatan etməliyik. Doğru qardaşlarım da, mən də gücümüz çatan edəyik. Başqa nə edəyik ki, əlbəttə ki, kömək eləyək. Mən məsələn bir neçə yerlərə də müraciət eləmişdim. Hətta dövlət orqanında işləyən və sonradan qohum olduğum adamlarım var. Sonradan qohum olmuşam. İndi qız verir, qız alırsan və s. də. Hətta onları, hətta onlara nəinki belə təəccüblü oldu ki, onlara hələ bir mənə görə hörmət eləməkdən hələ hörmətsizlik elədilər. Dövlət orqanlarının böyük hörmətim var. Onlarla mənim böyük, gözəl dövlət orqanlarının iş birliyim də var, gözəl münasibətlərim olanlarım da var. Amma bəzi dövlət orqanları və insanları, onlar dediyim kimi, yəqin ki, onlar başqa düşüncə sahibidirlər. Onlar Azərbaycan sayğı düşünə bilmirlər. Onların ümumiyyətlə Azərbaycanın sosial vəziyyətini görmək istəmirlər. Azərbaycanda özlərini nə cür hiss edirlər. Bunlar niyə yerinə düşünür, onu deyə bilmərəm. Amma indi bir çox yerlərə də müraciət etdim. İndi gözləyirəm, amma hələ ki yəni ki, iş düzəldə bilməmişəm. Çalışıram, amma mən düşünürəm ki, bunu burada ona görə deyirəm ki, bəzi insanlar mənə müraciət edir və düşünürlər ki, Razi müəllim niyə bizə kömək eləyə bilmir? Kömək etmək istəyirəm. Sadəcə olaraq təəssüflər olsun ki, bundan qabaq ona görə kömək eləyə bilirdik ki, dövlət orqanlarında müəyyən məsələlərə göz yumub, işə götürürdülər, artıq da olsa və s. yeni ştatlar yaradıla bilirdi. Bugün ölkədə kütləvi şəkildə dövlət orqanlarından işçilərin işdən azad olunması gedir. Hər icra hakimiyyətində minimum 35-40 nəfər işdən azad olunur. Minimum. Mədəniyyət idarələrində, şöbələrində 30-40 nəfər işdən çıxardır. Yəni artıq indi o vaxtı mümkün olardı. İndi dövlət orqanlarından işçilər azaldılır. Hər yerdə ixtisarlar gedir. Bilirsiniz, minlərlə bugün insan işindən azad olunur. Mən deyərdim ki, bugünə qədər bir 100 mindən çox insan işindən azad olunub. SOCAR-ın idarələrində, Azəriqazda, SOCAR-a aid idarələrdə işçilər kütləvi şəkildə işdən çıxarılırlar. Və bu artıq çox böyük sosial narazılıq yaradır. Buna barədə danışırıq, deyirik, çox böyük və onlar işdən təmin olunmurlar. Belə atılır ki, küçədə necə duranacaq, mən onu bilmirəm. Çox çətinliklər var və belə bir vəziyyətdə təzədən kimisə işə düzəltmək çox çətindir. Elə idarələr var ki, dövlət orqanları var ki, məsələn, orada indi müasir texnologiya, süni intellekt tətbiq olunduğundan onlarla insanın işinə ehtiyac qalmır. Dövlət əvvəl göstəriş vermişdi ki, o işçilərə dəyməyən sosial vəziyyət ağırdır, dolanırlar pis yaxşı. Və mənim elə bir dövlət adamları ilə adını çəkmək etik çıxmaz. Məsələn, deyib ki, mənim 17 min işçim var. Mənə 1000 işçi bəsdir, 16 min işdən çıxmalıdır. Çıxara bilmirik. Dövlətin göstərişi budur ki, sosialdır, onlar hara yerləşdirə bilməyəcəyik, minimal maaşdan qalsınlar. İndi belə çıxır ki, artıq bəzilərin müəyyən bir 30-40% azaltma göstərişi verilib ki, bunlar azaldılsın və bunlar da işsiz kimi yenə
belə çox işsizlər ordusuna qatılırlar, çox böyük problemlər. Rayonlarda belə bir fikir var ki, deputat seçilənə qədər gəlib gedirlər, seçiləndən sonra da üzünü ancaq televizorda görürük. Siz İmişlidə ayda neçə dəfə sadə insanların çay süfrəsində oturursunuz? Şükürlər olsun Sizi Allaha rayonda ki, ər çatan deputat kimi şükürlər olsun ki, hiss edin. Allaha ki, mənim haqqımda o söz Çox deyilmir. şükür. Amma belələri çoxdur da, etiraf edək. Deyilmir, çünki mən İmişlidə elə bir Tez-tez kənd gedirsiniz. yoxdur ki, ən azı orada bir 50-60 evdə şəxsən oturub çay içməmişəm, yemək yeməmişəm. İmişli balası kimi qarşılayırlar, yoxsa deputat kimi? İmişli balası kimi, öz ailə üzvləri kimi qarşılayırlar. Mən öz seçicilərimdən, İmişli cəmaatından çox razıyam. İmişlilərdən çox razıyam. Saf insanlar, mənim gözümün işığıdırlar onlar. Yəni onlar sizin üçün bir seçki dairəsi kimi deyil Mənim də? üçün mən İmişliyə bir seçki dairəsi kimi baxmıram. Öz yurdunuz, gedirəm vətəniniz, orada. böyük, Bütün başa demək olar ki, çatdığınız. indi bu son zamanlar biraz müəyyən səbəblər ucbatından biraz çətinliklər var. Çünki biraz maliyyə çətinlikləri var deyə çox gedə bilmirəm. Amma mən elə olurdu ki, ayda 7-8 dəfə gedirdim İmişliyə və hər bir yas məclisinə də gedirəm. Hər bir yas məclisinə də gedirəm. Xəstə olurdu, gedib yanına dəyirdim. İndi burada da, olanda da, məsələn, olanda da yenə də gedirəm. Məsələn, Bakıya gəlir, zəng eləyirlər, kimsə tapşırmaq lazımdır. Elə olmaz ki, bəlkə də, mən sizə deyim ki, elə olmaz ki, minimal olaraq bəlkə 500 nəfərin şəxsən elə, məsələn, özümüz burada xəstəxanalara gedib yerləşdirmişik. İmişlidə elə bir əlil yoxdur ki, onun 2 arabası olmasın. Dövlət orqanlarının xətti ilə amma sağ olsunlar. Yəni mən yaxşını da deməliyəm. Yəni sizin vasitəniz. Əlbəttə ki, vasitəmizlə onlara elektron və mexaniki arabalar vermişik. Demişik ki, kimə də yoxdursa olsun. Sağ olsun aidiyyatı qurumda doğrudan da yəni kömək eləyiblər. Hardasa bir məsələn indi 1500 nəfərin məsələn mən konkret var, siyasi var ki, baxımından kimə müraciət edirsiniz? Dövlət? Yox, dövlət təmin eləyir bunu. Düzgün yönləndirmək və düzgün sorğu göndərmək və düzgün görüşüb xahiş etmək lazımdır. Və təəssüflər olsun ki, hər şey sorğu ilə də həll olunmur. Şəxsi Azərbaycanda daha çox hər şey şəxsi münasibətlərlə də həll olunur. Yaxşı münasibət qurmuşuq, xahiş etmişik olunub. Məsələn, əlilliklə bağlı elə olub ki, məsələn, mənim özümün öz təcrübəmdən deyirəm ki, bir neçə nəfərə birinci qrup əlillik düzəltmişik. İndi sual olunur. Bu necə ola bilər ki, birinci qrup əlil, bu yəni də ölü kimi bir şeydir də, xətirlərinə dəyməsin. Yəni onlara demək istəyən də bu, yəni birinci qrup odur ki, özünü idarə eləyə bilmir, kömək lazımdır. Yəni içində birinci qrupdur da, yəni bu yarıcandır. Elə deyilmi? Və bu necə ola bilər ki, müraciət edir, buna əlillik verilməyib? Bu sual yaratmırmı sizdə? Sual cavablandırın. Özünüz sual verdiniz, bəli. Yəni bu necə ola bilər ki, yəni ki bu birinci, yəni üçüncü qrup olsaydı deyərdin ki, yəni də nə bilim də üçüncü qrupu çoxlar düzəldir, hə. Hə də ola bilərdi. İndi bu birinci qrup odur ki, bu yoxdur da. Hə, məsələn, onu həll eləmişik və onlar üzrxahlıq eləyiblər ki, bunlar düzgün müraciət eləməyib, bizə də heç kim deməyib, bu necə olub ki, bizim nəzərimizdən qaçıb. Niyə? Çünki müraciət eləyənlər də çoxdur və can yandıranlar azdır. Hamı, bilirsinizmi, təəssüflər olsun ki, bu günləri bilirsin, cəmiyyətimizdə ən böyük problem nədir? Hamı hamıya şübhə ilə yanaşır. İnamsızlıq var. Düşünür ki, yalan deyir. O gəlir deyir ki, məsələn, mən xəstəyəm. Vallah, Allaha and olsun deyir, xəstəyəm. Vallah, mən məsələn, epilepsiya xəstəsiyəm. İndi gəlmişəm tutmur da, indi neyniyim? Özümü öldürürüm. Niyə? Nədir onları məcbur edən? Yoxsulluq? Yox, yəni ki, o epilepsiya xəstəsidir. Gəlir, amma indi tutmur da, o da deyirlər ki, məsələn, bir neçə videosunu çəkin gətirin görək. Sonra da ki, videosunu da göstərəndə deyir ki, özünüz yaratmışsınız, dərman atdırmışsınız, eləmişsiniz. Yəni, bu dərəcədə yanaşma olar mı? Yəni, mən təcrübəmdən deyirəm, bunu sizə. Bir çoxlarına nail olaq, yəni ki, o cür insanların, məsələn, ən azından 100 nəfərdən, deyək ki, 70-də nail ola bilmişik. Məcbur etmişik, getmişik, gəlmişik, xahiş etmişik. Yəni, niyə ki, mən öz təcrübəmdə nail olduğum
nail olduğum, olmadığımdan qat-qat çoxdur. Məsələn, 100-dən 80-dan belə deyək ki, nail olmuşuq. İndi bəzən mənə müraciət edirlər ki, niyə o həll oldu, mənəkin həll eləyə bilməyəsən. Elə məsələlər olur ki, bilirsiniz, həll etmək olmur da. Yəni, tək məndən asılı deyil. Mən nə eləyə bilərəm ki? Və bəzən insanlar düşünür ki, zəng eləyirlər, xahiş edirlər, düşünürlər ki, elə, yəni ki, gündə bir deputatın gündə 20 nəfərin məsələsini həll etmək iqtidarı var. Aydındır. Amma bu mümkün olmur axı. Mənim heç öz yaxınlarıma vaxt çatdıra bilmirəm bəzən. 6-cı ildir parlamentdəsiz, düzdür. Bu illər ərzində şəxsən sizin təşəbbüsünüzlə hansı qanun qəbul edilib və ya hansı böyük problemlər kökündən həll olunur? Konkret olaraq, yəni ki, bizim təşəbbüsümüzlə konkret olaraq hansı qanun qəbul olunub, yəni ki, biz demək olar ki, parlamentdə qanunvericilik təşəbbüsü zəifdir. Amma Azərbaycanda gələn qanunların, 100 qanunun minimal olaraq 70-inə 100 qanundan, yəni 70% qanunların mütləq şəkildə mən demək, dəyişiklik təklif edirəm. Hamısını da paylaşıram. Bütün qanunlara dəyişiklik təkliflərim var. Ayrıca olaraq reklam haqqında qanuna ayrıca qanun kimi təklif vermişdim. Bütöv bir dəyişikliklər arayış izahat hissəsi ilə bağlı hələ də müzakirə olunmayıb və hal-hazırda haradasa bir şəhərsalma və arxitektura tikinti məcəlləsinə, yəni belə deyək ki, şəhərsalma və tikinti məcəlləsinə qanunvericilik təşəbbüsü ilə çıxış edəcəm, hazırlayıram. Demək olar ki, artıq hazırdır. Ünvanlı sosial yardım haqqında qanuna bir neçə dəfə təşəbbüs göstərmişəm dəyişilməsinə, pensiya haqqında qanunun dəyişilməsinə təkliflərimi vermişəm, şəhidlər haqqında, şəhidin statusu haqqında qanunlara təkliflərimi vermişəm. Onların qismən deyək ki, qismən həllinə nail ola bilmişik, bütövlükdə həll ola bilməmişik. Mən Milli Cəbhə Partiyasının sədriyəm, bir səslə təmsil olunuram və mənim səs verməyə təsir etmək imkanlarım 1%-dir. Aydındır, aydındır. Bugün gənclər sizin partiyanıza niyə gəlmir? Sizin niyə gələcək vəd edən lider yox, sadəcə sistemin içində narazı adam kimi görürlər? Mən bu fikirlə razılaşıram. Niyə? Və özüm də bu suala bir neçə dəfə elə açıq, özüm öz sosial şəbəkəmdə də cavab vermişəm. Birincisi, bugün Azərbaycanda siyasətə maraq sıfırın altındadır. Siyasətçilərə inam azalıb. Çünki Azərbaycanda normal siyasi fəaliyyətlə məşğul olmaq üçün şərait var desəm, biraz yalan olar. İnsanların da marağı yoxdur və insanların da müxalifət partiyasında nəyəsə nail olmaq kimi bir inamları yoxdur. Niyə? O inam hara gedib? Ona görə ki, Azərbaycanda siyasi partiyalar məsələlər, problemlər həll etmək iqtidarında deyil. Siyasi partiyalar danışır, tənqid edir. Və artıq elə bir cəmiyyət yaranıb ki, artıq adi vətəndaş da tənqid eləyə bilir. Bəzən adi vətəndaşın tənqid elədiyini siyasi partiyalardan daha çox baxanlar da olur. Və bugün artıq blogerlər var, jurnalistlər var, ayrı-ayrı ekspertlər var. Onlar da fikirlərini deyirlər. Artıq insanlar qurumlardan konkret məsələnin həllini gözləyirlər ki, mənə həllinlə müsbət nəticə görüm və siyasi partiyalara bunu həll etmək imkanları yoxdur. Siyasi partiyalar ancaq bəyanat verir, danışır, deyir, həll yolunu göstərir və bugün də siyasi partiyaların hökumətlə dialoqu var. Bilirsiniz ki, prezident aparatında qanunvericilik və siyasi partiyalarla bağlı bir şöbə yaradılıb. Ədalət müəllim Vəliyev də onun şöbənin rəhbəri. Onlarla bizim işbirliyimiz var. Yəni prezidentin yaratdığı bir qurumdur və siyasi partiyalar onlardan işləməlidir və işləyirik. Həm də parlamentar kimi işləməliyik, işləyirik. Məsələ burasındadır ki, yəni bizim dövlətlə bir əməkdaşlığımız var, sözümüzü deyə bilirik, əməkdaşlığımız var, fikirlərimizi çatdıra bilirik. Amma qərar vermə məsələlərində konkret nəyəsə təsir etmək gücümüz yoxdur. O məsələ gəlir parlamentə çatır və İqtidar Partiyasının mütləq çoxluğu var və onlar da səs vermə ilə keçirirlər. Yəni bizim orada deyək ki, nəyəsə təsir etmək gücümüz yoxdur. Və belə bir vəziyyətdə vətəndaşın gəlib... O güc yoxdursa, nədir məcbur eləyən sizi? Deyirsiniz, gücümüz yoxdur.
Yox, biz yəni ki, onda Nədir belə maraq? çıxır ki, dünyanın müxtəlif ölkələrində Var. partiyalar var. Bəli. Bu konstitusiyanın tələbidir, Və siyasi gücləri partiyalar də haqqında var. qanun tələbidir. Gücləri Və də var. onlar heç də hər kəsin gücü yoxdur. Heç də hər kəsin gücü yoxdur. Və bu gün Deməz. biz mən siyasi partiyanın sədri kimi Milli Məclisdə təmsil olunuram. Və bu gün siyasi partiya adından həm də danışıram. Və bu gün mənim öz vasitəmlə qanunvericilik təşəbbüsləri, müəyyən dəyişikliklərə nail ola bilirik. Seçkilərdə iştirak edirik, sözümüzü çatdırırıq, müəyyən məsələlərin həlli üçün addımlar atırıq. Müəyyən məsələlərdə təzyiq vasitəsi ola bilirik. Niyə ki? Amma insanların gözlədiyi, siyasi partiyadan gözlədiyi nədir ki, hakimiyyətə gəlmək. O gücümüz yoxdur. Söhbət bu gücdən gedir. Mən başqa güclərdən, o deyillərdən razılaşa bilmərəm. Amma siyasi partiya kimi də... Öz övladınızın gələcəyini necə görürsünüz? Onların da sizin kimi siyasətə gəlib bir qədər tənqid və təzyiq altına yaşamasını istərdiniz? Mən öz ailəmi, ailə Bəli. üzvlərimi siyasətdən kənar saxlamışam. Yəni, belə saxlamışam, məcburiyyət qarşısında yox. Özləri də istəməyiblər o baxımdan. Yəni, istəsiydilər, mən onlara qadağa qoya bilməzdim ki. Amma mən onları belə də irəli çəkim, şövləndirim ki, belədir, belədir, yox. Yəni, siz özünüz istəyərdiniz? Hə, biraz belə mühitdə mən özüm biraz, məsələn, Avropada çox olmuşam, demək olar ki, dilləri öyrənmişəm. Mən daima Avropalı kimi düşünmüşəm biraz. Fərqli düşüncəyə malik insan olmuşam. Hər zaman bu gün deyirəm. Ona görə də ailə mühitim fərqli olub. Onlar da o mühitdə böyüdüyünə görə və ilk müəllimləri də özüm olmuşam. Onlar artıq 3 yaşından artıq onların 6-7 yaşları olanda Rus-İngilis dilində danışırdılar. Müəllimləri də özüm olmuşam. Bu baxımdan başqa mühitdə böyüdülər, başqa bir tərbiyə aldılar və ona da maraqları yoxdur. Bir sözlə istəmirsiniz. İstəmirəm də, özləri də istəmir. Deputat oldunuz? Mən isə uşaq vaxtından elə maraqlı olmuşam. Orta məktəbdə oxuyanda artıq mən bir razılaşmayan, hər şeyə razılaşmayan, üsyan edən bir məktəbli idim. Sonra tələbə vaxtı üsyankar bir tələbəyə çevrildim. Rektorla, müəllimlərlə dava aparırdım. Aclıq aksiyaları təşkil eləyirdim. Bəli, təşkilatlar yaradırdım. Yəni, hər bir məsələdə öndə olmağa çalışırdım və etirazçı idim. Haqqın yanındaydım, yəni bu məsələdə. Amma bütün bu məsələlərdə bütövlükdə hər zaman amma dövlətçi olmuşam. Yəni, xalqımı sevmişəm, dövlətimi, torpağımı, bayrağımı, ordumu sevmişəm. Heç bir, demək ki, mənə olunan təkliflər hansı ki, görmüşəm ki, orada şübhəli məqam görmüşəm, razılaşmamışam. Daima belə öz həyatım, öz karyeram naminə bir çox məsələlərdə riskə getmişəm. İndi bəzi məsələlərdə peşmançılıq da keçirirəm. Düşünürəm ki, elə dünyanı düzəltmək sənə qalmışdı. Belə çıxırsınız. Bax, belə suallarla da üzləşmişəm. Məsələ getmir ancaq və ancaq böyük məsələlərdən. İndi elə xırda məsələlər də olur, böyük məsələlər də olur, düşdüyün sosial bir mühitdə olur, dostlar mühit olur, ailə mühit olur, kollektiv mühit olur, deputat mühit olur, siyasətçi mühit olur. Müəyyən məsələlərdə hər bir şeydə... Yəni, hərdən peşmançılıq çəkirsiniz də, sözünüzdən belə çıxdı. Bəs o sevgi hara getdi? Peşmançılıq çəkmirəm. Bəs deyirsiniz, hərdən özümə deyirəm ki, bu məsələlər... Elə məsələlər var ki, məsələn, elə o mənəyə qalmamışdı ki, məsələn, o məsələləri gözlə yuma bilərdim. Yəni, qlobal hansı ki, böyük kollektivin, böyük dövlətin maraqları. Heç vicdanım imkan verməyib buna. Məsələn, mən nəyə qəbul edə bilmirəm? Mehman xanım, bir məsələni sizə deyim, bu məsələ mənim üçün də önəmlidir. Bunu çox vaxtda deməmişəm. Buna da elə prosedurca ürəyim açıldı demək istəyirəm. Bir çox dövlət orqanları ilə oturanda, vəzifəli şəxslərlə, ayrı-ayrı şəxslərlə hamı danışır ki, vətənpərvərlikdən danışır, dövlətçilikdən danışır, xalqı sevməkdən danışır, xalq sevgisi, millət sevgisi, prezidentə olan sevgidən, dövlətə olan sevgidən, Qarabağa olan sevgidən danışır. Və mən görürəm ki, o səmimi deyil. Mən bilirəm ki, o hansı hoqqalardan çıxır və məni bu yöndə tərbiyə eləmək istəyir. Və məni bu yöndə susturmaq istəyir. Və mən düşünürəm ki, bu məsələ ilə bağlı mənim xüsusi bir
bir nəsə təşəbbüsüm olacaq. Bununla bağlı bilmirəm nə olacaq, nə edəcəm, amma mən istəyirəm ki, Hələ bilmirsiniz nə olacaq. bəli, ki bu necə eləyim ki, yəni ki bunu mənə qarşı istifadə etməsinlər. Yəni artıq dövlətçilikdən, xalqa sevgidən, millətdən danışmaq hər kəsin işi olmamalıdır. Bu artıq başda pərdə olmalıdır. daxildən gəlməlidir. Və mən düşünürəm Belə ki, düşünürsünüz. və mən düşünürəm ki, bir çox insanlar məsələn görürəm, adı bunun içində sadə vətəndaş da var. Sadə insanlar da var, məmurlar da var. Məsələn, öz profil şəkli yerinə prezidentin şəklini qoyur. Mən bunu qəbul etmirəm. Bilirsiniz niyə qəbul etmirəm? Mən onda qəbul edərəm ki, o sevgi səmimi işdən gəlir. Yoxsa sən bunu kimisə qorxutmaq üçün, özünü bu şəkildə vəzifəni saxlamaq üçün, sevgini göstərmək üçün, özünü vətənpərvər, özünü prezidentsevər göstərmək üçün edirsənsə, bu artıq dövlətə qarşı xəyanətdir, işinə qarşı xəyanətdir, xalqa qarşı xəyanətdir. Mən belə hesab edirəm. Hətta mən yadımdadır ki, bir dəfə cənab prezident 2008 seçkilərində, prezident seçkilərində demişdi ki, heç kim mənim adımdan danışmasın və mənim şəklimi də, böyük şəklimi böyüdü basmasın və yəni ki, bundan sui-istifadə eləməsinlər. Mənim buna ehtiyacım yoxdur. Çünki bunu etməklə onlar daha pis işlərlə məşğul olmaq istəyirlər və prezidenti başlarında çətir kimi saxlamaq istəyirlər. Bu yol verilməz və mən düşünürəm ki, bu günləri prezidentin də o cür sevgilərə ehtiyacı yoxdur. Və o cür yalan sevgilər heç kimə lazım deyil. O baş altına yastıq qoymaqdır. Bunlar lazım deyil. Ən yaxşı sevgi səmimiyyətdir. Xalqı sevirsən, səmimi ol. Bundan sonra siyasətdən gedəndə insanların yaddaşında necə qalmaq istəyirsiniz? Sadəcə yaxşı danışan bir deputat kimi, yoxsa kiminsə həyatını həqiqətən dəyişən bir insan kimi? Valla bu haqda mən düşünməmişəm ki, mən necə kiminsə yadda qalmaq istəyirəm. İndi siz dediniz, mən indi düşünməliyəm. Mən axı düşünməmişəm ki, mən tarixdə necə qalmaq istəyirəm, yaddaşlarda necə qalmaq istəyirəm. Özüm kimi qalmaq istəyirəm. Nə cibsə o cür qalacam. Mən düşünürəm ki, mən hər zaman səmimi olmuşam. Mən səmimiyəm, səmimi danışıram. İçimdə bir xəbislik yoxdur. İçimdə nə var onu deyirəm. O baxımdan elə necə varamsa o cürdə qalmaq istəyirəm. İstəmirəm məni şişirsinlər, aşağılasınlar, ya aşağı desinlər, yuxarı desinlər. Nəyəmsə oyam da, nə varsa o olsun. Razi müəllim, bütün suallarımıza səmimi cavab verdiyiniz üçün təşəkkür edirəm. Həm parlament kürsüsündə, həm də xalqın içində səsinizin həmişə eşidilməsini arzulayıram. Hörmətli tamaşaçılar, bugünlük bu qədər. Qonağımız millət vəkili Razi Nurullayev idi. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, gələn mehriban görüşlərədək.